Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilərim. Bugün mən gözəl şəkimizin qədimi yeməyi olan ətli, nohutlu dovğa hazırlayıram. İstədim sizinlə də bölüşəm. Ətimizə donmuş yotunu, soğanını vurmuşam. Xırda çiftəciklər hazırlayacağım. Nənəmin hazırladığı, anamın hazırladığı kimi. Onları necə görmüşəmsə o cür hazırlayıram. Göylərdən göy soğan, kişniş, cüt, terövüz, ıspanak, pitruşka vururam. Bax, kişnişi heyif ki, burada yoxdur. Tapa bilmədim, ancaq mənim çox sevdiyim kərövüzdür. Kərövüz mənə elə gəlir ki, dovğanın olmazsa olmazıdır. Və nanə var, və nanəmiz var. Ətlərimizi küftəciklər etdik. Noxudumuzu təmizlədik qabığından. Düyümüzü suya qoymuşuq, yumru düydü. İndi isə göylərimizi doğrayaq. Göyümüzü də doğradıq. Düyümüzə ortamızı da əlavə edək. Çiftələri suda biraz pörtürəm. Kimsə belə də soğanın bir başı içinə də vurur. Ancaq mən pörtəcəm. Göyümüz hazır. Noxudumuz hazırdır. Çiftələrimizi bir az pörtdüm və düyü ilə yumurtanı qatışdırdım qatığa. Bu arada mənim 4 litr qatığım var. Və mən kişnişlə tüydü. Axırda lap axırda vururam dovğaya. Oldukça ayrı qoymuşam. Dirilərimizi də qatıram dovğamızın içərisinə. Bu cür pişən dovğa inanın ki, başqa cür pişən dovğalardan qat-qat dadlı olur. Noxudu da əlavə edirəm. Noxudun da qabığını almışam və düyümüz pişəndən sonra göyləri də vuraq. İnşallah hazır olacaq. Düyümüz də hazırdır. Göylərimizi də əlavə edək. 5 dəqiqədə qaynasın. Sonra kişniş ilə çüydünü də vurarıq. Mən kişnişlə çüydü lap axırda vururam. Bunda daha da çox dadlı olur. Tuzumuzu da əlavə edirik. Söndürürük. Kişniş çüydümüzü əlavə edirik. Dovğamız hazırdır. Noxudlu, düylü, küftəli dovğamız. İnanın ki, çox gözəldir, çox ləzzətlidir, çox dadlıdır. İstəyən hər bir kəs hazırlasın, dadına baxsın.